Nəyə görə biz artıq 2-ci ildir ki, Bütün Vücudlar Danışır layihəsini eləyirik. Dünya Səhiyyə Təşkilatına görə hər 6 nəfərdən birinin əlilliyi var. Və başqa da bir statistika var ki, sadəcə 20 və 40% kimi əlilliyi olan şəxslərin sosial həyata, sosial fəaliyyətlərə çıxışı var. O zaman sual yaranır ki, geridə qalan 60 və 70% əlilliyi olan insanların nəyə görə sosial həyata çıxışı məhduddur? Mən sən Nigar deyim, yoxsa Nigar xanım? Nigar, Bugün səhər özümü yaxşı hiss eləmirdim. Nigarla telefonda danışdım. Dedim, bəlkə Nigar bugün gəlməyim. Dedi, sən mütləq bu filmdə olmalısan. İlk dəfə rəqsə qatılanda da bu cür bir hadisə baş vermişdi. Nigar mənə demişdi ki, sən bugün mütləq rəqsə gəlməlisən. Mən isə əslində müəyyən komplekslərim olduğuna görə həmin gün rəqsə getmək istəmirdim. Nigarın israrından sonra rəqsə getdim və yaxşı ki də getdim. Həmin gün Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən Nəsimi Festivalının hazırlıq mərhələsi idi. Rəqs zalına ilk dəfə girəndə rəqsdə qəribə hərəkətlərin olduğunu gördüm və bu hərəkətlər mənə tanış deyildi. Düşünürdüm, görəsən insanlar burada neynir, nəyə görə burada müxtəlif yaşda insanlar var. Çünki mənim düşüncəmə görə əlilliyi olan şəxslər, müəyyən yaşda olan insanlar rəqs edə bilməzdilər. Həmin gün Nigar xanım mənə bir dəftər verdi və gələcəkdə özünüzü necə görürsünüz? Bu sahədə işləmək istəyərsinizmi? Müəyyən suallar var idi həmin dəftərdə. İllər sonra Nigar özü həmin dəftəri tapdı və mənə şəklini çəkib göndərdi. Mən dəftəri oxuyanda düz 7 il bundan əvvəli gözümün qabağından keçirtdim. Dəftərə yazmışdım ki, mən Dənsə-Bilti metodu üzrə müəllim olmaq istəyərdim. Həqiqətən də 7 ildir artıq rəqs şirkətində həm rəqqasam, 3 ilə yaxındır ki, müəllim kimi fəaliyyət göstərirəm. Mən fikirləşirəm ki, bu layihə, əgər ağacla belə müqayisə eləsək, bu bizim ağacımızın gövdəsidir. Və bütün başqa layihələr hansı ki biz eləyirik, onun budaqlarıdır. İstər bu təlim olsun, harda ki biz mütəxəssisləri hazırlaşdırırıq, Dənsə-Bilti metodunu öyrədirik ki, onlar da öz işlərində bunu da eləsinlər. Hamısı bu ağacın budaqlarıdır. Dənsə-Bilti Azərbaycan İnklüziv Rəqs Şirkəti və Təlim Mərkəzinin rəqqasları. Əlilliklə bağlı çoxlu qərəzli stereotiplər var. Və biz dedik ki, bütün bu qərəzli stereotipləri biz necə aradan qaldıra bilərik? Bunun ən önəmli bir komponenti əlilliklə bağlı deməli, məlumatlığın artırılmasında biz görürük. Ayaqlarınız anadan gəlmə belədir, yoxsa sonradan o? Bu sual çox vaxt maraqlı gəldi. Ürəyim ağrıdı. Ona görə soruşdum deyə açıqlanır. Əlilliyi olan şəxslərə və ümumiyyətlə heç kəsə bu cür şəxsi suallar vermək olmaz. Çünki bu insanların şəxsi həyatına müdaxilədir və onlarda narahatlıq hissi yarada bilər. Salam, necəsiz? Fidan işlər necədir?
50-yə olan insanlarla ünsiyyət qurarkən birbaşa onlayn müraciət edin. Sözünüzü, sualınızı onlara baxıb deyin. Onlayn müşahidə edən şəxslərə deyil. Gəl, mənə ver 100 qat. Mənə ver. Mənə ver qara. Tərbiyə eləyə bilmir uşaq. Bəzi insanlar ictimai yerlərdə qeyri-adi səslər və hərəkətlər edə bilər. Bunlar onların kimliyinin bir hissəsidir. Birgə fəaliyyət bir-birimizi daha yaxşı anlamağa, əlaqə qurmağa fürsət yaradır. Bu bizə müxtəlif bucaqlardan baxmağa imkan yaradır. Biz yalnız fərdi varlıqlar kimi deyil, daha böyük bir biz olaraq birləşməliyik. Bu layihə kömək eləyir müxtəlif yaşda, etnik mənsubiyyətə, genderdə, əlilliyin olub, olmamasına baxmayaraq müxtəlif insanlar bir araya gəlirlər və təhlükəsiz, qərəzsiz bir mühit yaradırıq. Ortaq bir dil təqdim olunur bütün iştirakçılara. Həmin bu mühitdə müxtəlif iştirakçılar ortaq bir dildə danışmağa başlayırlar. Mən özümü çox xoşbəxt sanıram ki, belə bir sosial layihənin tədbirlərində iştirak eləyirəm. Özü də ailəliklə, atam və qardaşımla. Cari ilin may ayında Şaqan Reabilitasiya Mərkəzində olarkən bu layihənin çərçivəsi daxilində keçirilən tədbirdə iştirak edərkən layihənin rəhbəri Nigar xanımın təşəbbüsü ilə bu tədbirlərə dəvət aldıq və biz hər həftənin 6-cı günü Su İdman Mərkəzində bu tədbirlərə qatılırıq. Mənim sevincimin həddi-hüdudu yoxdur. Ona görə ki, atamın 93 yaşında onun ictimai tədbirlərə qatılması üçün belə bir fürsət əldə eləmişəm. Eşitmirəm, nə deyirsən Ayfan? Nə deyirsən? Deyirəm, konsert zad yoxdur ki da. Rəhmətliyin oğlu konsertdə nə olar da? Gündə bir dəfə konsert olar da. Sən deyirsən elə səhər gün orta axşam da konsert olsun. Ha? Ya sabah olacaq inşallah. Danışıq ümumiyyətlə ünsiyyət, kommunikasiyanın forması bu sadəcə verbal deyil, şifahi yolla deyil. O qədər çox müxtəlif üsullar var. Biz həmin o üsulları, alətləri biz təqdim eləyirik və ondan sonra iştirakçılar başlayırlar çox rahat bir şəkildə həm özlərini ifadə etməyə, bir-biri ilə kommunikasiya qurmağa, müxtəlif bucaqlardan baxmağa. So yeah, I'm really happy to be here today, not only myself, but especially with the team as well. Now we are still a quite young company. We have been created some 18 years ago, and inclusion has always been part of our DNA, of our origins, I would say, not only in terms of CSR activities, but as well as an employer.
tamaşaçı kimi ilk təcrübəm idi və mən burada gördüm ki, müxtəlif məhdudiyyəti olan insanlar necə rahat kommunikasiya qururlar və onlar üçün nə qədər əyləncəlidir. Kənardan da çox sevincli görünürdü. Bu ən birinci məqsəddir. Eyni məlumatı biz bütün iştirakçılara ötürürük. Sadəcə iştirakçıların ehtiyaclarını nəzərə alaraq həmin o məlumatı müxtəlif şəkildə təqdim edirik. Beləliklə biz məlumatı əlçatan edirik bütün iştirakçılar üçün. Bu ən önəmli məsələlərdən biridir. Adətən müəssərlikdən danışanda ilk ağlımıza gələn şey ki, pandus varmı ya yox. Ancaq əlçatanlıq və müəssərlik məsələsi o qədər genişdir ki, biz həmən o görmə zəifliyi və yaxud görmə əlilliyi olan şəxslər, eşitmə zəifliyi, eşitmə əlilliyi olan şəxslər, autizmli olan, Down sindromlu olan şəxslər olsun, yəni neyromuxtəlifliyi olan insanlar, bütün bu faktorları və müxtəlif ehtiyacları nəzərə alanda, o zaman biz doğrudan da düşünməliyik öncədən biz necə məlumatı əlçatan eləyə bilərik. Biz nümayişlər eləyəndə, rəqs nümayişləri eləyəndə və yaxud bu teatral bir performanslar eləyəndə doğrudan da mı bu əlçatandırmı? Tamam, kim ki iştirak eləyir və performansçılar, bəli, o əlilliyi olan və olmayan şəxslərdən ibarət olan bir heyətimiz var. Ancaq kim ki bizi izləyir teatrda, bütünmü bizim izləyicilər üçün bizim tamaşa və yaxud rəqs nümayişimiz əlçatandır və biz anladıq ki, xeyr, əlçatan deyil və biz başladıq işləməyə ki, biz bunu necə dəyişdirə bilərik və ilk dəfə COP29 zamanı biz bunu nümayiş elətdirdik. COP29'du ve biz dedik ki bu bizim için fürsətdir. Hər birinizi uğurlar arzu edirəm. Mütləq burada əyləmiş, bu pavilyonu görməmiş, sizləri görməmiş etmək olmaz. Türkiyədən qonağımızdır, Türkiyənin Əmək və Sosial Müdafiə Nazirinin müavinidir. Necə olur ki, bütün bu proses müəssərdir. Bütün dərslər Danceability metod üzərində qurulur və metod unikallığı zaten ondadır ki, burada heç bir təkrar yoxdur. Əlbəttə ki, kim istəsə təkrarlaya bilər hansısa bir hərəkəti. Danceability metodu 4 prinsip üzərində qurulur. Biz çalışırıq bütün məşğələ boyunca diqqətimizi bədənimizdə saxlamağa və bədənimizdəki olan hissiyatı deməli ona önəm verməyə. Yəni hissiyat dediyimizdə duyğu deyil, daha çox əzələrimiz necə hərəkət eləyir, fiziki hissiyatdan söz gedir. İkinci prinsip bu əlaqə qurmaqdır. Bugün biz bunu təcrübə eləyəcəyik. Necə bir-birimizlə əlaqə saxlaya bilərik sözsüz. Üçüncü zaman anlayışı. Adətən idmanda və yaxud rəqsdə klassik versiyadır. Hansısa bir ritm var və hər kəs o ritmə uyum göstərməlidir. 1, 2, 3, 4, tez və s. Burada isə belə bir şey yoxdur. Siz özünüz qərar verirsiniz. Siz indi hal-hazırda çox yavaş mı hərəkət eləmək istəyirsiniz? Və yaxud çox tez hərəkət eləmək istəyirsiniz? Və yaxud sadəcə seyr etmək istəyirsiniz? Çünki bu da öyrənmə, müşahidə eləmək də əslində öyrənmənin bir üsuludur. Və dördüncü, yəni mən özüm, hissiyat, əlaqə, zaman və dördüncü dizayn. Bu otaqda biz bir dizayn yaradacağıq, otağın zaten bir dizaynı var. Biz özümüz də bir dizayn yaradacağıq, müxtəlif şəkillər qura bilərik, müxtəlif ünsiyyət qura bilərik və s. kompozisiyalar. Ancaq ən önəmli məqam sadəcə burada deyil. Biz nəyi öyrəniriksə, buranı tərk edəndə, real həyatda, gündəlik həyatımızda da biz öz yaşadığımız mühiti və s. dəyişdirə bilərik, yəni yenidən dizayn qura bilərik. Bu bizim əlimizdədir.
məşğələdə bizdə iştirakçılar dedi ki, mən bilmirəm ki, mən doğrudan da iştirak eləyə biləcəmmi? Çünki mənim belimdə ağrı var və mən çox aktiv bir hərəkət eləyə bilmirəm. Və yaxud bizdə iştirakçılar var, hansı ki, ürək əməliyyatından sonradılar və onlar dedilər ki, bizə həkim deyib ki, əslində fiziki fəaliyyət çox önəmlidir, ancaq çox aktiv şəkildə idmanla məşğul ola bilmərik. Görəsən bu mənim üçün əl çatandımı bütün məşğələlər? Burada heç kəsi qınamır. Sadəcə bərabərliyi burada təmsil edirik. Heç bir cəmiyyətdə olan öz beynimizdə qoyduğumuz fərqləri ortadan qaldırmağa çalışırıq. Mənə elə gəlir ki, hər kəs bir dəfə də olsa həyatında bura gəlməlidir və o birliyi dadmalıdır. Çox yaxşı idi, çox xoşuma gəldi, pozitiv enerji aldım, ruhlandım. 10 il cavanlaşdım. Mən çox yaxşı oldu, öpdüm. Hər şey gözəl idi və maraqlı idi. Mənim üçün çox maraqlı keçdi. Yəni var olasınız. Allah razı olsun siz. Eyni tip valideynləri, çünki bizim hər bir evladımızın müəyyən bir əngəlləri var və onları əngəlsiz gördük və buna görə sizə çox təşəkkür edirik. Yəni bizim evladlarımızın cəmiyyətə nə qədər faydalı olduğunu sizlər onu nümayiş etdirirsiniz. Əslində içimizdəki acıları bədənimizin hər hansısa bir hissəsində toplaşdığına əmin oldum bu gün. Mən Muradov Hacı ilk dəfə də bura gəlirəm. Gələndə həqiqətən biraz əsəbi idim, yolda deyirdim ki, niyə gedirəm. Amma gəldim, burada çox gözəl, xoş bir mühit gördüm. Həqiqətən gəlməyimə çox sevindim. Burada elə bir ki, bütün ağırlıqdan, yüklərdən azalıb pozitiv bir enerji aldım. Burada həqiqətən insan özünü bütün problemlərdən kənar olaraq ilk dəfə elə bir ki, insan təzədən reborn, yəni yenidən doğulan insan kimi özünü hiss edir. Onu demək istəyirəm. Həqiqətən çox sağ olun belə bir duyğular, hisslər yaşatdığınız üçün. Mən Məmmədov Sadiq, Vətən Müharibəsinin qazisi. Günün birinci yarısı uzaq yol gəldim, Tərtər rayonundan çox yorğun idim və yatmaq istəyirdim və elə bir qismət şans oldu ki, Nigar xanımın gəldim məşqinə və burada biz çox belə pozitiv oldum, enerjili oldum. Mənim özümcə, yəni insan birinci ruhan azad olur, ikinci bədən azad olur, üçüncü beyin azad edir. Yəni burada 3 azadı var və insan birinci bədən hərəkətlərində deyir ki, bədəni azad et və bədən azad olur. İkinci ruhunu azad et və üçüncü beynini azad et. İnsan üçündə də özünə sərhəd qoyur və üçündə siz bu günlərin 20-30 dəqiqənin içində üçündən də mən azad oldum. Ən böyük iş budur. 28 ilin içində. Yəni uğurlar sizə. Çox sağ olun. Çox sağ olun. Mustafayev Emil, birinci dəfədir burada iştirak edirəm. Gələndə fikirləşirdim ki, nəyə gəlirik, nəyə gedirik. Amma yaxşı təəssüratlarla ayrıldım. Burada sosial təbəqəsindən asılı olmayaraq və statusundan bərabərlik gördüm və öz övladımla bura qatılmaq istəyirəm. Gələcəkdə isə yəqin ki, tam ailəvi formada iştirak edəcəyik. Çünki cəmiyyətin inkişafı üçün sosial bərabərlik prinsipi qorunmalıdır. Hansısa bir fiziki durumuna görə, maddi və yaxud da digər baxışlara görə yox, insanlığa görə. Mən Abbasov Ayşə, 3 evladımla qatılıram bu dərsimizə. Vəliyev Yusif, Vəlizadə Uğur və Vəliyev Cəsur. Mən burada heç yerdə olmadığım qədər çox rahat oluram. Yəni hər yerdə insanlar istər-istəməz sıxılır. Yəni hər yerdə başqa bir baxış, bir qınaq. Amma burada hamı bir-birinə heç belə baxmır da. Yəni bura çox rahat, çox gözəl. Burada həmişə çox müsbət enerji alıram. Yaxşı ki varsınız. Yaxşı ki bütün vücudlar danışırda iştirak edirik. Təşəkkürlər. Xoşladım da bura oynamaq, rəqs eləmək sizlə. Maraqlıdır sizlə olmaq. İlk öncə təşəkkür edirəm dəvətinizə görə. Sözün açığı ilk dəfəyəm belə bir qrupda. Onu gördüm ki, burada yaxşı bir pozitiv enerji var və insanlar bir-birindən o enerjini ala bilir və içindən gələn siz bir neçə dəfə onu vurguladınız və göstərdiniz də içindən gələn bir emosiyalardır. Bəzən mən şəxsən özümdən danışa bilərəm, biraz sıxılırdım çünki mən bu cəmiyyətdə olmamışdım.
Amma sonda deyə bilərəm ki, doğrudan da heç bir yorğunluq yoxdur. Əksinə yaxşı bir pozitiv enerji aldım və gözəl insanları gördüm, gözəl ürəkli insanları. Aslında gözlərində böyle yaxşı pozitiv enerji, işıq var və hamını təbrik edirəm və uğurlar arzu edirəm. 2 yaşında ürək əməliyyatını keçiribdi və bura gələndə də biz çox olduqca məmnun oluruq. Bunun elə əlçatanlığı ondadır ki, hər kəs özü qərar verir. Hansı şəkildə hərəkət eləməyə. Və biz belə bir şey deyirik metodda ki, hər bir insan istənilən hərəkət eləyə bilər və istənilən duyğunu yaşaya bilər daxilində, özünə uyğun bir şəkildə. Əlbəttə ki, istənilən dediyimizdə özümüzə və yaxud başqasına zərər verməyi çıxardırıq, ondan sonra istənilən bir hərəkəti. Bizim hər bir seçimimiz sanki bütün icma, bütün qrup dəstəkləyir. O zaman biz daha cəsur olmağı öyrənirik. Bu eksperimental bir şeydir. O zaman biz açıq olmalıyıq eksperimentlərə. İştirakçılar yeni qoşulanda deyirlər ki, yox, biz istəyirik hərəkətsizlikdə qalmağa və biz sadəcə müşahidə edirik. Biz deyirik, əlbəttə ki, biz yenə o seçimi dəstəkləyirik. Əslində hərəkətsizlik anlayışı yoxdur. Çünki bizim orqanizmimdə sürəkli hərəkət baş verir. Biz deyirik ki, necə zaman anlayışı bu metodda nisbidir və gözəllik anlayışı da nisbidir. Çünki bəzilərimiz deyirik ki, ya da ki, mükəmməllik məsələsi ki, mən bu hərəkəti eləməyim və yaxud yarada bilməyəcəm, ya da ki, mənim hərəkətim o qədər gözəl olmayacaq, o qədər yaradıcı olmayacaq, o qədər mükəmməl mən olmayacam. Bu metodda isə fəlsəfə bundadır ki, bu hərəkəti eləsən, eləməsən, ki, sən bugün buradasan, bizimləsən və sənin varlığın bizim üçün yetərlidir. O zaman sən bunu hiss eləyəndə insan rahatlaşır və deyir ki, tamam, mən hazır olanda o zaman qoşulacağam. Mən hazır olanda nəyisə eksperiment eləyəcəm. Əlil demək o demək deyil ki, məhdudiyyətlik. Mən aşırı çox böyük bir həyat eşqinin sanki içində üzürəm. Sən hər zaman gözəl hərəkət eləyirdin. Burada sən sadəcə öz qeydlərini apararaq mənə deyə bilərsən ki, Nigar, məndə bu dəyişiklik mən hiss eləyirəm. Biz sosial varlığıq və insana insan lazımdır. Hərəkət məsələsinə gəldikdə mən deyirdim ki, biz burada hərəkət edirik və bu həyat adlanan yolu birlikdə addımlayırıq. Yəni, bütün bu layihə və fəlsəfə, bu da bir hərəkatdır. Hərəkatdır deməyə ki, biz insanlar birgə olmalıyıq, bir-birimizə dəstək olmalıyıq, doğru davranmalıyıq bir-birimizə, bərabər imkanlar yaratmalıyıq bütün şəxslər üçün. O zaman inteqrasiya sözündən daha yəqin ki, az istifadə olunacaq. Çünki əgər hər şey müəssərdirsə və əlçatandırsa, o zaman kim və hara inteqrasiya olmalıdır? Mənim adım İradədir. Mən Həcər xanımın mamasıyam və bugün mən Danceability şirkəti də deyil artıq bizim üçün bir ailədir. Günün bir günü supermarketdə alış-veriş eləyəndə biz təsadüfən Nigar xanımla görüşdük. O yaxınlaşdı bizə ki, siz istəmirsiniz sizin qızınız rəqs eləsin. Mən təəccübləndim ki, mənim qızım necə rəqs eləyə bilər ki, o əlil uşaqdır, gəzə bilmir. Nigar xanım dedi ki, rəqs eləyəcəksiniz, narahat olmayın. Əgər sizin qızınız istəyirsə, heç bir problem yoxdur. Mənim qızım Həcər bunu eşidəndən sonra çox sevindi. Dedi ki, mama istəyirəm, heç bizi gözləmək lazım deyil, heç sən gözləmə də cavabı indi verginən.
Bu mənim üçün bir yaşıl işıq oldu. Uşağımı mən heç vaxt sosial ictimaiyyətindən kənara qoymamışam. Həmişə çalışmışam ki, mənim qızım həm bağçaya getsin, həm məktəbdə oxusun, həm dostları olsun, bərpa mərkəzlərində olsun. Dance Ability bizim üçün bir işıq oldu. Qızım artıq çox sevinir ki, qoşulub bu şirkətə, bu ailəyə. 3 ay ərzində 2 çıxışı oldu. İçəri şəhərdə möhtəşəm bir çıxışımız oldu. Qızım utanmadan rəqs eləyir, uşaqlarla dostluq yaradır. Öz müəlliməsini də çox istəyir. Artıq mən də bəzi rəqslərdə mən də qoşuluram. Biz bura gələndə 5-ci gündən fikirləşirik. Necə geyinəcəyik, necə makiyaj olunacaq, hansı bijuteriyalı taxacaq. Çünki qızım bura çox xoş fikirlərlə, xoş arzularla bura gəlir. Ayın 12-si TİSA məktəbi bizi futbol yarışmasına dəvət eləmişdi. Mənim qızım orada iştirak elədi. Birinci dəfədir qol vurdu. Çox sağ olsunlar. Dance Ability-yə mən öz minnətdarlığımı bildirmək istəyirəm ki, o göstərir ki, bizim uşaqları gizlətmək olmaz. Bizim uşaqlar bu həyatın bir parçasıdır. Ona görə çox sağ olsunlar. Onların fəaliyyətləri davam eləsin. Mənim adım Xəcər, мне 10 лет. Я очень люблю это здание, очень люблю тренировки, дома тренируюсь. Я думаю, мне очень повезло с тренером. Вообще с этим зданием мне очень повезло. Я очень всех люблю и всех люблю. И очень хорошо, что я сюда попала. Все. We're excited to partner once again with Dance Ability here at the International School of Azerbaijan. We love sports and we wanted sports to be as inclusive as possible, and so we had a great time hosting our 2nd annual inclusive soccer event. Thank you, Dance Ability. 2018-ci ildən bəri bibim oğlunun təşviqi ilə Dance Ability məşğələlərinə qoşulmağa başladım. Başlanğıcda yalnız dərslərə qoşulurdumsa, zamanla səhnədə də iştirak etmək imkanım oldu. Bununla da həm uşaqlıqdan bəri arzum olan səhnə təcrübəsi yaşaya bildim, həm də ən dəyərlisi olan əlbəttə ki, çoxsaylı dostluqlar qazandım. Bizim icmamızda çox fərqli insanlar var. Düşüncələri, hərəkətləri, dostları, ailəsi fərqli olan insanlar. Amma bu icma bütün insanları birləşdirir və mən bu icmaya arxalanıram. Özünüzə elə bir yer təsəvvür eləyin ki, harda ki siz özünüz ola bilərsiniz. Elə bir yer təsəvvür eləyin ki, harda ki siz qarşınızda
bayırda, hansı bir yerdə olanda qoyduğunuz sərhədləri yığışdıra bildiyiniz bir yerdə olursunuz. Belə deyim, bu proses mənə xüsusilə də əlilliyi olan şəxslərə qarşı olan stereotipləri qırmağa, kommunikasiya və empatiya bacarıqlarımı inkişaf elətdirməyə kömək oldu. Müxtəlif insanların bir araya gəldiyi, daha sonra təhlükəsiz və qərəzsiz bu mühit mənə hüzur verdi və həmçinin bu hüzur bu yolda daha çox töhfə vermək istəyi məndə yaradırdı. Burada insanları tanıdım. Her şey güzel insanlar var. Yani özüme bir tane dost tapdım, tanış tapdım. Mənə görə hər şey yaxşıdır. Onlarla doğmalaşdım. Sanki onlarla ilk dəfə qarşılaşsaq belə, neçə illərdir ki, bir-birimizi tanıyırdıq. Onların həyata baxış bucağı məni ruhlandırdı. Mənə müsbət auramı qaldırmaqda kömək etdi. İcma sayəsində mən insanların həyatına daha müxtəlif bucaq altında baxmağa kömək etdi. Dans Əbil liseye biz birinci dəfə ilk olaraq Əhmədlə gəlmişdik. Əhməd xüsusi olan bir uşaqdır. Və niyə görə biz bura gəlməyi sevirik? Çünki burada bizi anlayırlar. Burada biz özümüz ola bilirik. Burada sərbəst ola bilirik. Və ən maraqlısı odur ki, bura hər yaşda olan insanlar gələ bilirlər və yəni ki, hamıya maraqlı gəlir. Я козел. Ну, потолок дал. Сегодня что мы сделали? Сегодня мы двигались, правильно? Да. Наблюдали друг за другом. Burada mən tapdım çox dostları və sərbəst oluruq. Uşaqlıqdan arzum idi ki, rəqslə məşğul olum. Amma burada biz düzdür, bir sistemin içindəyik, amma hər kəs eyni hərəkəti etmək məcburiyyətində deyil. Hər kəsin içindən necə gəlirsə, onlar özlərini və bədənlərini, emosiyalarını o cür ifadə edirlər. Sevgi qatarı çalışmasını eləyirik. İldən çoxdur ki, Dance Ability metodu üzrə təlimçiyəm. Bu müddət ərzində müxtəlif insanlara onların mənəvi və fiziki sağlamlıqlarına kömək ola bildiyim üçün özümü çox xoşbəxt hiss eləyirəm. Rəqs bir bəhanədir. Mən də belə demək istəyirəm ki, əslində rəqs və hərəkət bir vasitədir. Bizim özümüzü daha yaxşı tanımağa, qəbullanmağa. Çünki bədənimizin vəziyyəti, beynimizin funksiyası bu hər an dəyişə bilər. Yaşla dəyişə bilər və yaxud həyatımızda hər hansı bir situasiyadan sonra da dəyişə bilər. Fiziki və emosional rifahımızı yaxşılaşdırır. Hərəkət və rəqs həm də vasitədir bir-birimizin hekayələri eşitməyə.
Biz necə hər dərsin əvvəlində və sonunda böyük bir dairə qururuq və bu an hər bir şəxs üçün bir imkandır səsləndirməyə və danışmağa. Çünki o an bilir ki, onu heç kim bu həmin o dairədə tənqid etməyəcək və o bu dərs əsnasında nəyi təcrübə eləyib, onu səsləndirə bilər. Danceability-də biz belə deyirik ki, məlumat fərddə deyil, icmadadır. Və biz o bağlanış dairəsində hamımız birlikdə oturanda və bu müxtəlif hekayələri və çətinlikləri eşidəndə bu elə məlumatdır, bu real hekayələrdir və bunun üzərində də biz həmin o video çarxlarımızı çəkirik. Hamımız müxtəlifik və bu okeydir. Həyatda daha başqa baxış açısı ilə baxmağa nail olduq. Hər kəsin içində ilahi bir güc var. Bu cür ruhumuzu çox doyurduğumuza inanıram. Kapital Bank əməkdaşlarına minnətdarlığımı bildirirəm ki, gəldilər, bizimlə birgə keçirdilər, layihəyə dəstək oldular. Günahlandırmırıq heç kimi. Sadəcə məlumatlığı artırırıq ki, biz cəmiyyət olaraq tanış olaq, daha doğru şəkildə biz necə bir-birimizə və əlilliyi olan şəxslərə qarşı davranmalıyıq. Rəqslə bağlı bir şey demək istəyirəm. Çünki biz o qədər bərabərlikdən danışırıq, istər ofis şəraitində olsun, istər kamera qarşısında olsun ki, bərabərlik budur, bərabərlik odur, inklüziv cəmiyyət budur. Amma sırf bu günlər bu rəqsi qurmaq, burada o bərabərliyi hiss eləmək, yəni rəqs o qədər gözəl hiss elətdirir ki sənə, yəni o ortama düşən kimi o an artıq onun bir hissəsi olursan, başa düşürsən ki, əslində bərabərlik nə deməkdir. Bu rəqsdə məncə biz hamımız bütövləşdik. For me the most interesting part was the unexpected. Because you have to especially watch to your counterpart and then try to find a common ground because of course as you said our brains are different and expectations are different. So but if you watch and listen, then you can always find common ground. Hər bir şəxs istənilən hərəkəti eləyə bilər. Özümü tam başqa bir ab-havada hiss elədim. Sevinirik ki, belə bir mərkəz mövcuddur. Bizim vətəndaşlarımıza yardım edən, kömək edən. Mənə çox xoş təəssürat göstərdi. Müxtəlif üsullar var, hansı ki biz bir-birimizlə kommunikasiya qura bilərik. Biz həm təkrar eləyə bilərik bir-birimizin hərəkətlərini, həm imitasiya eləyə bilərik, həm də ki şərh eləyə bilərik. Əlilliyi olan şəxslərdə özünə inam, özünə güvəni artırmaq, onları daha hərəkətli etmək çox vacib mərkəzdir. Biz nəyi öyrəniriksə, sadəcə burada deyil, buranı tərk edəndə yaşadığımız mühiti dəyişdirə bilərik. Biz fəxr edirik ki, biz bu mərkəzin tərəfdaşıyıq bir Toyota olaraq. Bizim bugünkü qonaqlarımız Danceability Azərbaycan və Mega Sığorta qrupunun əməkdaşlarıdır. Danceability Azərbaycanla birlikdə biz həqiqətən çox böyük layihə həyata keçiririk. Mən çox sizdən müsbət enerji aldım. Sizinlə bir gün vaxt keçirmək bizim üçün böyük şərəfdir. Bu bizim üçün təşəbbüs məsələsi deyil, bu həqiqətən də böyük dəyərdir. Ömrün yoluna nur səpir hər anda məhəbbət.
Dünya da məhəbbətə dönür, fırlanır ancaq. Məhvər də məhəbbətdir, bu dövrən də məhəbbət. Dans abilitini sevməyimin səbəbi burada özümü rahat hiss etməyimdir. Beynimdə olan stereotipləri qırmağım və burada qınanmadığımı, mühakimə edilmədiyimi bilirəm. Sadəcə bunu deyə bilərəm ki, mən öz icmamıza güvənirəm və onların dəstəyini daim hiss eləyirəm. İnanıram ki, mən burada olan insanlar üçün varam, onlar da mənim üçün vardır. Bütün insanlar bu günə kimi hansı ki qoşulub bizim məşğələlərə deyib ki, bu məşğələlərdən sonra biz özümüzü daha güclü hiss eləyirik. Biz hiss eləyirik ki, bu həyatda biz tək deyilik. Nə olursa olsun, bu icma var, hansına ki biz güvənə bilərik. Hansına biz bilirik ki, nə olursa olsun, bizi hər zaman dəstəkləyəcək, bizi dinləyəcək və dediyim kimi bu həyat adlanan yolda biz bərabər addımlayırıq.